Azərbaycanda aliment fondunun yaradılması məsələsi gündəmə gəlib. Bununla bağlı təklif Milli Məclisdə səsləndirilib. Təklifin əsas məqsədi aliment ödənişləri ilə bağlı yaranan problemlərin aradan qaldırılması və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Bəs görəsən fondun əhəmiyyəti nə olacaq və fəaliyyəti necə tənzimlənəcək? Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Missiya Azı açıqlamasında bildirib ki, bir sıra ölkələrdə aliment fondları ilə bağlı uğurlu təcrübələr mövcuddur. Aliment fondunun əsas təyinatı ondan ibarətdir ki, aliment ilə yaşayan, alimentlə böyüyən uşaqlar ki var, həmin uşaqların həyatı və sağlamlığı üçün tələb olunan xərclər valideynlərin sosial vəziyyətindən, maddi durumlarından dolayı ödənilə bilmədikdə, həmin valideynin aliment öhdəliklərini aliment fondları icra edirlər və sonra isə həmin aliment ödəməyə mükəlləf olan valideyn aliment fondu tərəfindən həmin məbləğin geri qaytarılması həyata keçirilir, tələb olunur. Ramil Süleymanovun sözlərinə görə bir çox ölkələrdə aliment fondlarının maliyyələşdirilməsi dövlət hesabına həyata keçirilir. Aliment fondları dövlət tərəfindən təsis olunan bir təsisat kimi müxtəlif ianələrlə formalaşa bilir. Amma bu ianələr o demək deyil ki, valideynlər həmin ianələrin övladlarına çatması səbəbindən öhdəliklərini yerinə yetirməkdən uzaq tutulurlar. Qətiyyən bu belə deyil və aliment fondlarının ən əsas təyinat ondan ibarətdir ki, onlar uşaqların saxlanılması üçün, onların təhsillərinin ödənilməsi üçün nəzərdə tutulan və valideynin üzərinə vəzifə kimi qoyulmuş məhkəmə qətnamələrinin icrasında problemlərin olmaması üçün. Qeyd edək ki, fondun fəaliyyətinə nəzarət və icra məsələləri Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlara həvalə oluna bilər.